Giriş. Salam dostlar. Həyatınızda hər gün sizi narahat edən kiçik və böyük şeylər var. Elə deyilmi? Gecikmiş qatarlar, əsəbi iş yoldaşları, qeyri-müəyyən gələcək. Bütün bunlar bizi asanlıqla tarazlıqdan çıxara bilər. Amma bəs sizi heç nəyin təsirləndirməməsi mümkün olsaydı necə? Bugün daxili sakitliyə qovuşmaq üçün 2000 illik bir sirrə, yəni stoizm fəlsəfəsinə müraciət edəcəyik. Bu laqeydlik deyil, bu emosional müqavimətdir. 45. Əsas konsepsiya. 1. Nəzarət içilikləri. Stoizmin ən təməl ideyası, nəzarət edə biləcəyimiz və edə bilməyəcəyimiz şeyləri ayırmaqdır. Filosof Epiktet deyirdi, bəzi şeylər bizim ixtiyarımızdadır, bəziləri isə yox. Bizim ixtiyarımızda olanlar, fikirlərimiz, qərarlarımız, reaksiyalarımız, dəyərlərimiz. Bizim ixtiyarımızda olmayanlar, hava, başqalarının fikirləri, keçmiş hadisələr, bazarda baş verənlər. Narahatçılığın əksəriyyəti, nəzarət edə bilmədiyimiz şeylərə həddən artıq enerji sərf etməyimizdən yaranır. Stoiklər bizə enerjimizi yalnız öz reaksiyamıza fokuslamağı öyrədir. Əsas konsepsiya. 2. Daxili kala. Mark Avreli bu anlayışı inkişaf etdirib. Hər birimizin içində xarici dünya fırtınalarından gizlənə biləcəyimiz bir daxili qala var. Bu qala ağlımızdır. Kənarda nə olursa olsun, bu qala toxunulmaz qalır. Kimsə sizə böhtan atsa belə, onların sözü qalaya girə bilməz. Sadəcə bu sözlərə necə cavab verəcəyinizə qərar verməyinizlə siz qalanızın qapısını bağlayırsınız. Bu qala sizin sülhünüzdür. 4.45. Tətbiqat 1. Reaksiyanı təxirə salmaq. Bizim ən böyük problemimiz hadisə ilə reaksiyamız arasındakı boşluğu istifadə edə bilməməyimizdir. Kimsə sizə qışqıranda avtomatik əsəbiləşirsiniz. Stoizm deyir, dayan. Hadisə ilə reaksiya arasında kiçik bir pauza yaradın. Seneca bizə qəzəbi cilovlamağı öyrədirdi. Pauza anında özünüzə sual verin. Bu mənim nəzarətimdədirmi? Buna qəzəblənmək mənə nə fayda verəcək? Bu 5 saniyəlik pauza bütün nəticəni dəyişə bilər. 6.45-8.45 tətbiqi. Addım 2. Mənfi vizualizasiya. Stoiklər pis şeylərin baş verməsinə hazırlaşmağı tövsiyə edirdilər. Buna premeditatio malorum deyilir. Səhər durarkən özünüzə deyin. Bugün pis insanlarla rastlaşa bilərəm. İnsanlar mənə haqsızlıq edə bilər. Planlarım korlana bilər. Məqsəd pesimist olmaq deyil, hazırlıqlı olmaqdır. Əgər pis bir şey gözlənilməz olsa, sizi sarsıdır. Əgər onun mümkünlüyünü qəbul etsəniz, daha az təsirlənirsiniz. Bu psixoloji bir peyk təkəri kimidir. 8.45, 10.45 tətbiqi addım 3. Dəyərlərlə yaşamaq, virtue as the only good. Stoizmin əsas məqsədi xoşbəxtlik deyil, fəzilətli, doğru, dürüst, ədalətli, cəsur yaşamaqdır. Əgər hər qərarınızı bu dəyərlərə əsaslandırsanız, xarici nəticənin əhəmiyyəti qalmaz. Məsələn, siz vicdanla bir iş gördünüz, lakin uğursuz oldu. Uğursuzluq xaricidir, nəzarətinizdə deyil. Amma vicdanla hərəkət etmək daxilidir və bu sizin yeganə həqiqi uğurunuzdur. Başqalarının sizi necə qiymətləndirməsi önəmli deyil. Sizin özünüzü necə qiymətləndirməyiniz əsasdır. 10.40-45. Müasir həyatda stoizm, stresə qarşı. Bu fəlsəfə müasir dövrün stresinə qarşı necə işləyir? Sosial media sizə yalnız uğurlu həyatları göstərir. Bu isə sizin daxilinizdə çatışmazlıq hissi yaradır. Stoiklər bunu bilirdilər. Onlar bizə müqayisə etməməyi öyrədirlər. Sizin həyat yolunuz yalnız sizə aiddir. İndi bir çoxumuzun istək asanlığı ilə problemimiz var. Bir şeyi istəyəndə dərhal əldə etmək. Stoizm isə özünə nəzarət və asanlığa dözməməyi təşviq edir. 14. Xülasə və son məsləhət, unutmayın. Sizi narahat edən hadisə deyil, sizin o hadisə haqqında verdiyiniz hökmdür. 15 dəqiqənin sonunda bu fəlsəfənin həyatınızı necə dəyişə biləcəyini düşünün. Sabahınızda nəzarət edə bilməyəcəyiniz bir problemlə qarşılaşsanız, sadəcə nəfəs alın, dayanın və daxili qalanıza çəkilin. Reaksiya sizin gücünüzdür. 14. Çıxış. Əgər bu fəlsəfəni araşdırmaq istəyirsinizsə, Mark Avreli'nin Meditasiyalar kitabını oxumağa başlayın. Videonu bəyəndinizsə, like etməyi və bu cür dərin mövzuları sevdiyiniz dostlarınızla paylaşmağı unutmayın. Abunə olun ki, növbəti video qalanızı daha da möhkəmləndirə bilsin. Növbəti dəfəyə qədər sakit qalın.